Bu dəfə tərəvəz dolması hazırladım. Ətlərdən həm quzu, həm də dana əti istifadə elədim. Soğan əlavə elədim, qovurdum ətlə birlikdə. Yağını əlavə edirik. Ədviyyatlardan duz, sumaq, istiot sarı kök vururuq və pomidorların içindən biraz istifadə edirik. Tam hazır olandan sonra göyərtilərdən keşniş şüyüd və quru qara reyhan əlavə edirik. Gördüyünüz kimi tərəvəzləri yuyub, təmizləyib, bir-bir qızartmışam pomidordan başqa. Deməli, hamısını qızartdıq. Sonra içlərini doldururam gördüyünüz şəkildə, səliqəli şəkildə partlamasın. Hamısı pomidorların içində duzlayırıq. Pomidorların içindən həm üstünə sos hazırladım, həm də ətin içinə əlavə elədim. Deməli, gördüyünüz kimi yığdıq, sosunu əlavə elədik, yağını və qoyuruq duxovkada bişməyə, tam hazır olana qədər bişiririk. Gördüyünüz kimi dağılmadan səliqəli şəkildə bişdi və budur. Bu da bizim tərəvəz dolmamız. Bu üsulla bişirsəz çox dadlı alınır. Buyurun, nuş olsun.